Salam hörmətli izləyicilər. Bu dəfəki mövzumuz Qəzza zolağında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə atılan addımlar və digər məsələlər olacaq. Öncə Qəzza zolağı ilə başlayaq. Qəzza zolağındakı baş verən prosesləri yatırtmaq üçün, atəşkəsin əldə olunması üçün Amerika tərəfinin istəyi ilə Trumpın xüsusi özünün təşəbbüsü ilə Qəzza samiti baş tutdu və Qəzza samitindən sonra ümumiyyətlə orada atəşkəsin əldə olunması, tərəflər arasında sülh müqaviləsinin bağlanması yönündə addımlar atıldı. Amma hesab edirəm ki, bu müqavilə və bu sülh prosesi tərəflərdən heç birini razı salmadı. Ümumiyyətlə Fələstinlilər düşünürlər ki, ədalətsiz yanaşma var və İsrail tərəfi isə tamamilə fərqli düşünür. İsrail tərəfi ümumiyyətlə orada bir Fələstinlinin olmasını istəmir. Hətta Həmasın tamamilə silahsızlaşdırılmasının tərəfdarıdır. Amma reallıq ondan ibarətdir ki, Həmas yerində qaldı. Həmas terrorçu təşkilat olsa da Həmas bir tərəflərdən birinə çevrildi və Fələstinlilər də, yəni qaçqın düşən Fələstinlilərin bir hissəsi də yenidən əraziyə qayıtdı. Amma nəzərə almaq lazımdır ki, bu müharibənin, bu toqquşmanın dayanmasını istəməyən tərəflər də var, qüvvələr də var və ona görə də hesab edirəm ki, indiki mərhələdə Qəzza zolağında yenidən atəşkəs pozuldu və maraqlı ondadır ki, nə İsrail tərəfi Həması ittiham elədi, nə də Həmas bu məsələni boynuna aldı və qeyd olundu ki, orada hansısa bir radikal qruplar var və bu qruplar atəşkəsi pozurlar. Yəni burada əsas sual budur ki, o radikal qruplar kimlərdir və o radikal qruplar niyə görə atəşkəsi pozdular? Çünki Həmas açıq şəkildə bəyan elədi və bildirdi ki, onlar ümumiyyətlə atəşkəsi pozmayıblar və İsrailin də bu yöndə bir iddiası yoxdur. Bu o deməkdir ki, burada müharibənin davam etməsində maraqlı olan tərəflər burada prosesi daha da dərinləşdirirlər və atəşkəsi pozaraq yenidən İsrailin Qəzza zolağına geniş miqyaslı hücumunun həyata keçirilməsini təşkil etmək istəyirlər. Burada ədalətli yanaşma yoxdur. Niyə görə deyirik və ümumiyyətlə Fələstinlilər də niyə görə düşünür? Çünki birincisi, orada hələ də Fələstin dövləti yaradılmayıb və Fələstin dövlətinin yaradılması ehtimalı yoxdur. Və əsas məsələlərdən biri ondan ibarətdir ki, yəni Qəzza zolağına yenə də hansısa bir hissəsinə, təxminən 58%-nə qədərinə İsrail dövləti yenidən nəzarət edəcək və bunu da təbii ki, Fələstinlilər qəbul eləmirlər və Fələstinlilər əslində Amerikanın yanaşmasını da qəbul eləmirlər. Çünki Amerikanın məsələyə münasibəti də ədalətli deyil. Çünki Amerika öncə Trumpın dili ilə açıq şəkildə bəyan elədi ki, Fələstinliləri köçürəcəklər Sinay yarımadasına, hansısa bir orada düzəngəhlik bir əraziyə və o Qəzza zolağında özləri tikinti ilə məşğul olacaqlar. Orada kazinolar, otellər, ümumiyyətlə oranı bir turizm zonasına çevriləcəklər. Və hətta bu yöndə bəzi Fələstinlilərə pul verilib və onların Qəzza zolağına çıxmasını da təşkil eləmişdilər. Amma sonraki mərhələdə proseslər bu qədər dərinləşəndən sonra Trump açıq şəkildə bildirdi ki, Qəzza zolağını yaxın şərq ölkələri tikəcəklər. Yəni bu nə qədər realdır, ümumiyyətlə nə qədər ədalətlidir, bunların hamısını təbii ki, elə yaxın şərq ölkələri də sorğulayırlar, elə Fələstinlilər də bu məsələyə bu yöndə baxırlar. Ona görə də hələ də Fələstin və xüsusən Həmas və İsrail arasında proseslərin yekunlaşdığını düşünmək olmaz. Bu proseslər hər an alovlana bilər və biz onun ilkin mərhələlərini də işartılarını da gördük. Və təkcə İsrail-Həmas arasında yox, elə Rusiya-Ukrayna müharibəsində də müharibənin dayanmağını istəməyən qüvvələr həddindən artıq çoxdur. Bu qüvvələr arasında təbii ki, Avropa ölkələri daha çox ön plana çıxır, xüsusən Almaniya, İngiltərə, Fransa daha çox ön plana çıxır. Amma müharibənin davam etməsində maraqlı olan güclərdən biri də elə məhz Rusiyanın yanında olan Çindir. Çin ona görə bu prosesin dayanmasını istəmir ki, Çin bilir ki, əgər Rusiya ilə Ukrayna arasında hansısa bir müqavilə bağlanarsa, bundan sonra Amerika ilə Rusiya arasında yaxınlıq başlayacaq, iqtisadi əlaqələr başlayacaq və Çin həm bu sanksiyalardan istifadə edərək Rusiyadan çox ucuz qiymətə neft, qaz və digər
təbii sərvətlərini alırdı. Bundan sonra Rusiyanın əgər Avropa bazarları, Amerika bazarı açılacaqsa, bundan sonra Çin burada itirmiş olacaq. Bundan əlavə Çin o istiqamətdə müharibənin davam etməsində ona qədər maraqlıdır ki, Amerika ilə indiki mərhələdə toqquşmasın, qarşılaşmasın. Çünki Amerika ilə Çin hazırda rəqabət içərisindədir. Nəinki rəqabət, hətta iqtisadi müharibə içərisindədir. Və bu iqtisadi müharibənin, yəni sahəyə enmə məsələsi gündəmə gələ bilər. Ona görə də Çin maksimum çalışır ki, müharibələr uzansın və Amerikanın diqqəti tamamilə fərqli yönlərə çevrilsin. Həm Fələstin məsələsinə, yəni Qəzza zolağına, həm Ukrayna məsələsinə. Bundan əlavə Amerika qitəsində də əslində bir neçə ölkədə problemlər yaranmağa başlayıb. Bunlardan biri konkret Venezuela ilə Amerikanın arasında baş verən problemlərdir. Digərləri də yenə kartellərlə bağlıdır. Yəni narko ticarətlə bağlıdır ki, burada biz bunu Peruda görə bilərik, Boliviyada görə bilərik, Kolumbiya və Ekvadorda hətta bu tip proseslər getdikcə daha da dərinləşməyə başlayır və sanki Amerika qitəsinin hər tərəfində, bütün istiqamətlərində münaqişələrin yaranmağında maraqlı olan tərəflər var və bunun arxasında iddialar var ki, Çinin də çox ciddi maraqları var və Çin də müəyyən addımlar atır bu prosesdə. Bundan əlavə Amerikanın daxilində də ciddi problemlər var. Amerikada artıq, hətta Amerika tarixində ən böyük miting, yəni 7 milyondan çox insanın qatıldığı böyük bir miting keçirildi. Trump əleyhinə və ümumiyyətlə müharibələr əleyhinə və ona görə də indiki mərhələdə Amerikanın da birbaşa, yəni bu cür həm qitədə problemlərin olduğu, həm daxildə problemlərin olduğu, həm Ukrayna, həm Qəzza zolağında problemlərin olduğu vaxtda Çinlə toqquşacağı və Çinə doğru gedəcəyi o qədər də inandırıcı görsənmir. Və burada İranın da müəyyən qədər maraqları var. Düzdür, İran daha çox öz daxilinə yönəlib. İran 12 günlük toqquşmadan sonra ümumiyyətlə daha çox öz hava hücumundan müdafiə sistemlərini, aviasiya vasitələrini gücləndirməklə məşğuldur. Ona görə də İranın həm də o qədər böyük pulları yoxdur ki, İran yəni Amerika qitəsində hansısa məsələləri daha da alovlandırsın və yaxud da hansısa məsələlərin üzərində iş görsün. Ona görə də düşünürəm ki, bu məsələdə daha çox Çin maraqlıdır və Çinin ümumiyyətlə aktiv fəaliyyətinin daha çox biz şahid olacağıq. Ona görə də indiki mərhələdə Budapeştdə bir görüşün keçiriləcəyi var. Orada Putin, Trump, hətta Zelenskinin də olacağı qeyd olunur. Amma bu görüşdən hansı nəticələr çıxacaq, onu demək indidən asan deyil. Çünki Rusiyanın tələbi konkret olaraq Lugansk və Donetsk, yəni Donbasın tamamilə Rusiya verilməsi ilə bağlıdır. Qarşılığında Zaporojye və Xersonla ruslar çıxacaqlar. Bunu da Ukrayna tərəfi istəmir. Niyə görə istəmir? Bir, ərazi olaraq çox böyükdür. İki, orada kifayət qədər Ukraynanın strateji obyektləri var və yaxud da ki, Ukraynanın əlvan metallar və digər ümumiyyətlə təbii sərvətləri daha çox o istiqamətdədir və bundan əlavə önəmli olan limanlar məsələsidir ki, bu Ukrayna üçün də son dərəcə vacibdir. Ona görə də bu indiki mərhələdə Rusiyanın bu tələbinin ümumiyyətlə yerinə yetirib yetirməyəcəyi açığı sual altındadır və hesab edirəm ki, bütün həm silahlanmalara, həm ümumiyyətlə Çinin davranışına, həm ümumiyyətlə Amerikanın qeyri-stabil siyasətinə baxdıqda biz Rusiya-Ukrayna müharibəsinin də hələ indiki mərhələdə davam edəcəyin şahid olacağıq. Hətta hansısa bir razılıq əldə olunsa da qısa zamanda o razılığın pozulacağını da müşahidə edə biləcəyik. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.